elə bir şeydir ki, bu tarixdə qalmış halda deməli bir şah olur, şahın qızı xəstələnir. Bütün loğmanları yığırlar o vaxt əyalətdəkiləri. Kim sağaldırmışsa başı vurulur. Bir həkim gəlir, o deyir, mən sən qızı sağaldacam. Həqiqətən də qız sağaldır. Bunu aparırlar, görürlər bir qaranlıq zirzəmidir, zirzəmdə ancaq şamlar yanır. Baxırlar ki, şamın biri lap az qalıb yanmağına. Soruşur, bəs bu nədir, belə hamısı gür yanıb, az yanır axı. Həkim deyir ki, bu mənim şamımdır. Mən hər xəstə ilə məşğulumda, hər həyatcamda, ömrümdən günün kəsb xəstəyə verdiyimə görə mənim şamım zəifləyib. Yəni bizdə belə bir 1987-ci ildən hələ tələbə vaxtı mən indiki klinik tibbi mərkəz, yəni o vaxtı BSMP edilirdi, orada birinci cərrahi şöbəsində 4 il medbat, yəni tibb qardaşıvəsində işləmişəm. 1990-cı ildə qutarmışıq, institut qutarmışam. Deməli, subordinatura və internaturanı 5 saylı klinik xəstəxanada keçmişəm. 91-ci ildən Hacıqabul Mərkəzi Xəstəxanasının o vaxt təyinatına göndərilmişəm. 1997-ci ilə qədər Hacıqabul Mərkəzi Xəstəxanasında həkim cərrah işləmişəm. 97-ci ildən isə Hacıqabul rayon Dəmir yolu xəstəxanasına köçmüşəm. Oradan 2017-ci ilə qədər, 2007-ci ildə Hacıqabul Dəmir yolu xəstəxanası bağlandığı üçün 2007-ci ildə mən təkrar Hacıqabul Mərkəzi xəstəxanasına qayıtmışam. İşlədiyim müddətdə mən Hacıqabul səfərbərlik və hərbi xidmət çağırışı üzrə həkim komissiyasının həkim cərrahıyam. Hal-hazırda da Hacıqabul Mərkəzi xəstəxanasının cərrahi şöbəsinin müdiriyəm. 44 günün müharibə dövründə bizdə cərrahi şöbəsi tam hərbi üçün hospitalizasiya hazırlandı və əlavə yaralıların sayı çox olduğu üçün bizdə ikinci bina var o tərəfdə, uşaq tibb mərkəzi. Onun da ikinci mərtəbəsi demək ki, yaralılar üçün boşaldırdı. Eyni mamutda vaxtda 110 yaralı yatırdı bizdə, hər iki yerdə. Biz, mən, tibb işçiləri, yəni tibb bacıları və sanitarlar hamımız olan qulluğunda dayandıq, 110 xəstə. Yəni boşaldıqca arxası gəlirdi. Doktor, həkimlik peşəsi sizin üçün nədir? Həkimlik peşəsi çox müqəddəs bir peşədir, həddən artıq. Biz hər bir ağır xəstə ilə işləyəndə, elə bir ki, necə deyim, öz ömrümüzdən, günümüzdən kəsib olaraq verdik. Hər bir əməliyyata girəndə, hər bir xəstə bağında onun stresi, həyəcanı, əməliyyatdan çıxıb xəstələn yerlər, adamlarla görüşmək, onlar nə demək, xəstələn vəziyyət haqqında məlumat vermək, hamısı böyük bir şərəfdir. O, həmişə də biz də girəndə, əməliyyata girəndə, Allah Məhəmməd yəli deyib gedir. Bütün məqamlar yadımızdadır, bizdə cərrahi elə bir şeydir ki, bizdə İslam imaməti, İslam hamısı olur. Yəni, bir-birindən rəngarən, bir-birindən təvəkkül. Hoş yadda qalan, misal üçün, əməliyyata girəndə inanmamısınız, amma oradan müsbət, yaxşı nəticə ilə qarşılaşmışsınız. Bu sizin həmişə belə də tibb sahəsində olan sahənizdə ən yadda qalan. Xəstə müayinə olub, ağır əməliyyata götürmüşük. Biz gözlədiyimizdən də qat-qat yüngül çıxıb. Hansı ki, məsələn, biz onu gözləməmişik. Yəni, insan talebi nədədir? Bağlı qarpızdır, o belə məsələ var. Qarandıq otaqda qara pişik axtarmaq kimi bir şeydir. O, tez də tapa bilirsən, gec də tapa bilirsən. İndi bir də hal-hazırki dövrdə müasir aparaturalar, elmin inkişafı hamısı göz qabağındadır. Əvvəl hər şeyi məsələn özümüz axtarıb tapırdıq. Alətləri, sapları, indi hər şey verilir. Demək olar ki, hər şey verirlər. Səhiyyədə təhsil alan tələbələrimiz var. Bax, o gənc o tələbələrə vaxt gələcək olan da həkim olacaq. Bir yaşlı nəslin nümayəndəsi kimi, qocaman həkim ki, onlara nə tövsiyə edərdiniz? Onu ancaq mən özüm oxuduğum dövrdə, işlədiyim dövrdə mən məsələn biz günlərlə oturacağın üstünə yatırdıq. Operasiyonun əməliyyat bloku boş olsun,
Girib orada əməliyyata baxa, hər həkimdən bir şey götürək. İndi mən də o tövşən budur ki, ancaq öyrənmək.